Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseybliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Reallıq TV xəbər verir ki, iddialara görə səs yazısında o, son zəng üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir. Bakı şəhəri üzrə təhsil idarəsindən bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə son zəng tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq. Bildirilib ki, Müseyibli Yaqut İbrahim qızı son zəng tədbiri ilə əlaqədar 11-ci siniflərdən 150 manat müqabilində pul tələb edir. Tədbirin təşkilinə dair məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərliyinin nəzərinə çatdırılıb. Tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilir. Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məlumatda qeyd edilir. Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyblinin səs yazısını Reallıq TV sizə təqdim edir. Yox, çocuk deyil. Düzdür. Deməli, bu məqsəd yoxdur. Və edilən hər bir şeydə ən minimalizmə gedir. Ya qiymətlərdə xəbər, ya mən çox belə o xambaların özünə də sual verim. 50 manat uşaqlardan yurt verirdisə, düzdür, az da dəftər 50 manat gedirdisə, o tədbirə nə qədər qiymət gedir? Uşaqlar, məbləğ ən gözəl məbləğdir. O da birinci, yenə də deyil. Yox, mən çox üzrəm. Hər şey qiyməti bəllidir. Şənlik bizim qiyməti neçədir? Bahadır, baha. Baha. Şarlarımız, sürer şarlarımız, bizim qiyməti neçədir? Neçə nəfərsiz? 26 nəfərsiz. Düzdür? Rolik şəkili. Neçədir bizim qiyməti? Kamera gələcək. Neçədir qiyməti? O nə deməkdir? Mən istəmirəm. Heç kəs də istəməməlidir. Var belə bir dünya. Hə? Var belə bir şey. Necə sinifsiz Bu bir verilən bir əmr var, verilən bir tədbir şeyi var. Bu vaxtı belə olub, filan kəsdə bəhmən olub, nəyin davası gedir? Nəyin davası gedir? Kim də iştirak eləmək istəmir, orada iştirak eləməyəcək, gələcək burada üzünü tutub gedəcək. Burada axırda uşaqların rəqsində iştirak edib üzünü tutub gedəcək. Mən haqlıdır ki, o biri o pulu versin, kimsə verməsin, çıxsın ora. 11 A verir, 11 Ç verir, bir hansı? Niyə o uşaqlar verməlidir, kimsə bir bulan haqqı? Hə, mən o uşağa güzəşdiklərim, əvvəlcəndə də dedim, Allah uzaq eləsin, kimisə atası yoxdur, anası yoxdur, məsələ eləsin, kimsə bunların dəstək çıxır. Əgər birinin dırnağın uzunluqdadırsa, bir 70 manat dırnağına pul verirsə, zəhmət çəksin, başqasının oxuna da bilməsin. Başqasının haqqında niyə bilməlisiniz? Nəyin isyanıdır? Nəyin isyanıdır, yaman qızım? Hə? Deyirsiniz, hamınız danışırsınız, mən də eşitmək istəyirəm də. Kıymetli bir şeydir, 10 nəfər, 20 nəfərə yaxın qonaq olacaq. Mən sizə istəyəcəm qonaq da çağırmayım. Hə? Çağırmayım. Niyə ki? Yox da, gül verilməməlidir onlara. Mən verməliyəm gülü. Gələn qonaqlar gəlir ha. Yəni tədbirin bir qaydası var. Baxın, yazılır idarə tərəfindən ki, qonaqların siyasını mənə göndər. Qonaqlara bir gül verməlisiniz, bir vacib bir hədiyyə verməlisiniz, heç olmazsa. Nəsə verməliydir, maket olsun, nəsə verməlisiniz. Bir stəkan çay verməlisiniz onlara. Gəlir. Mənim bu sinifuşu bezdirib bütün. Yeni bunlardır. Yine bunlar, o kürəsdə yine bunlardır. Yox, bunlar istəmirlər, heç kimdə o şey görməməlidir. Bu nə danışıqdır, gəlir. Mən bilmirəm, mən kiməm ki, valideynlər danışır. Ay, bu valideyni də zəhmət olmasına, valideyn istəmirsə, iştirak etməsinlər. Məni əsər ləqsdirməyin boş yerə. Mənim başqa uşaqlarımın haqqında da bilməyim. Necə ləqsdə dedik, könüllülükdür, bu da könüllülükdür. Amma mən qoymaram, başqa uşaq o pulu versin, o əziyyəti çəksin. Siz də gələsiniz, bu elə bir çıxmasın, nəlikdə gəlib orada iştirak edirsiniz, deyəsiniz ki, o uşaqlar bizim pulu dəsinir, biz də burada iştirak edək. Mən də deyərəm, xeyr olar. Xeyr olar. Necə olur müəllimlər pul verir? Yox, bunlar mən bilmirəm. Yox ki, yaxşı tədbir olur. Yox, 50 manat rəqsə razıydılar. 50 manatı rəqsə tapırdılar. Bütün valideynlər də dalga döyürdü. Hamısı minimumdan hesablanmış şeylər, uşaqlar.
İstəyir rəhsiz, olsun istəyir işdir. Dekorasyona pul vereceksiniz. He? Vereceksiniz dekorasyona pul. Şarlara pul vereceksiniz. Bizlere pul vereceksiniz. Süfreye pul vereceksiniz. Fişenge vereceksiniz. Apartman tedbirin rejisyorudur. Kurulur. Hamısı tertap finanstırırdır. Geceydi. Bunlardan hamısı göyden gelir size. Ben istemiyorum. İstemiyorsan gelme de. Başka uşaq məndən bunu istəyir. Başka uşağın 30 nəfəri bunu istəyirsə, bir 3 nəfərin istəməməyinə mən baxacağım mən. Hə? Sizcə? Gecə istəyirlər, istəmirsiniz gecə. Mən kiminkinə gedəcəm? Bir kamera gəlməsin. O nə deməkdir kamera gəlməsin? Kim deyir kamera? Kamerası tədbir var. Yox, kim deyir kamera? Allah aşkına hər yerdə pulu da bəlli, özü də bəlli. Gedin bir araşdırın, sonra gəlin boş-boş danışın. Valideyn vermir. Valideyn 70 markı daha necə ala bilirsən qızım? Mən də sual verərəm. Necə ala bilirdin? 50 manatı necə ala bilirdin valideynlə? Sadəcə siz necədir? Bu tərbiyəsizliyin pik nöqtəsidir. Amma yenə də deyirəm, siz deyən olmayacaq. Mənim başqa uşaqlarım istədiyini 5 dəfə artığını eləyəcəm. İstər sizdə olmuyor. Bu əksəriyyətidir, yoxsa artıq? Mən bilmirəm, orada kimdir deyən, açın qalq ayağa. Bir də valideynin deyir, dur ayağa, tutur deyirəm sənə. Mən deyirəm bura. Geç bura. Sən deyirsən, yox dedi valideynin deyir. Valideynin nə deyir? Qrup atılıblar. Valideynin nə deyir? Sən valideynin nə deyir? Mənim valideynim razı deyil bizə.